Oğlu həyat yoldaşı ilə evdən uzaqlaşarkən anası bir səbətdə göy gətirərək oğluna dedi ki, oğlum al bu səbəti, bilirəm sən bu göyləri çox sevirsən. Oğlu anasından göy səbətini aldı, dedi çox sağ ol ana, mən bu göyləri çox sevirəm, amma sən bu göylərin hamısını yığıb mənə vermirsən, bir hissəsini də özünə saxla yine. Deyir, yox balam, apar sən şəhərdə bundan istifadə edərsən. Və cibindən bir miqdar pul çıxardıb anasına verir. Yoldaşı oğlanın anasına pul verdiyini görəndə hissənib ondan uzaqlaşıb gedib maşına sarı. Anası görür ki, gəlin hissəndə getdi. Oğluna deyir ki, get ginən, onu gözlətmə ginən. Get onunla danış ginən. Oğlan göy səbətini də götürüb, gəlib yoldaşına yaxınlaşır. Deyir, sən anama qarşı niyə belə sayğısızlıq verirsən? Deyir ki, oğlun anasına yol oxumağı, dəyməyi yaxşı adətdir. Amma sən ananla həmişə görüşəndə ona minlərcə miqdarda para verirsən. Bu onun nəyinə gərəkdir, sən bu pulları ona verirsən? Deyir, o mənim anamdır. Və bu vaxtı hisslənərək oğlanın əlindəki vurub səbəti yerə salır. Bunu görən oğlan qıza bir deyir ki, əyir səbəti oradan götür yine. Deyir, yox, çirklidirlər, mən onları götürə bilmərəm. Və oğlan əsəbləşərək arvadına bir şillə çəkir. Deyir, mənim anam torpaqda əlləşərək o göyləri yetişdirib mənə verib. Onda anam da çirklidir. Mən istəmirəm anam kimi olasan, amma heç olmasa anama sayğı duymağı bacarmalısan. Mənim atam öldükdən sonra məni anam saxlayıb, bu boya başa çatdırıb, oxutdurub. Ona görə mən bu hərəkəti onun üçün eləyirəm. Və özü əyilib göyləri səbətə yığarkən görür ki, səbətin içərisində çoxlu miqdarda pul və məktub var. Məktubu açıb oxuyur, görür ki, anası məktubda yazıb ki, oğul, bunlar sənin mənə verdiyin pullardır. Mənim bu pullara ehtiyacım yoxdur, yaşlı adamam. Amma sən şəhərdə çoxlu pul xərcləyirsən, bu pullar sənə lazımdır. Ona görə bu pulları apar, şəhərdə özün xərcləyərsən. Və oğlan göz yaşı axıdaraq geri qayıdıb qaçır və anasının boynuna sarılıb onu qucaqlayır. Bunu görən gəlin, o da oğlanın arxasınca qaçır və kor peşman şəkildə deyir, məni bağışlayın, mən böyük səhv eləmişəm. Oğlan yoldaşına deyir ki, yox, mən anama sayğı duymayan qız dünya gözəli olsa da onunla yaşaya bilmərəm. Ona görə sənə əlvida. Bax, həyatda hər cür hadisələr olur. Bu da bir həyat nümunəsidir. Diqqətinizə görə çox sağ olun.